Dostlar salam. Bu gün çox maraqlı bir suala cavab tapmağa çalışacağıq. Qarabağın Çempionlar Liqasında ilk 24-lüyə düşmək üçün nə qədər xal ehtiyacı var? Ümumiyyətlə bu mümkündürmü? Əgər hələ də kanala abunə deyilsinizsə, indi abunə olub bildirişləri aktiv edin. Əgər hazırsınızsa, keçək videoya. Bildiyiniz kimi keçən mövsümdən etibarən Çempionlar Liqasında liqa mərhələsi formatı tətbiq olunur. Artıq əvvəlki kimi qrup sistemi yoxdur. Yəni komandalar müxtəlif ölkələrdən müxtəlif 8 rəqiblə qarşılaşır və bütün xallar vahid cədvəldə toplanır. Sonda 36 klubdan 24-ü növbəti mərhələyə vəsqə qazanır. Bu o deməkdir ki, artıq hər xalın dəyəri 2 qat artıb, hər qol, hər top fərqi vacibdir. Keçən mövsüm bu format ilk dəfə tətbiq edildi və çox maraqlı nəticə əldə olundu. 24-cü pillədə yerləşən Belçikanın Brügge klubu cəmi 11 xalla növbəti mərhələyə keçdi. Amma diqqət edin, 25-ci yerdə olan Dinamo Zagrebin də 11 xalı var idi. Amma sadəcə top fərqinə görə növbəti mərhələyə keçə bilmədi. Bu çox mühüm göstəricidir, çünki Qarabağın hal-hazırdakı vəziyyəti təxminən eyni temp üzrə gedir. Hazırda Qarabağ 6 xalla 13-cü pillədə yerləşir. Bu tarixi nəticədir, çünki Qarabağ ilk 2 turdan sonra maksimum xal toplayaraq futbol ekspertləri tərəfindən mövsümün sürprizi adlandırıldı. Amma görünən odur ki, bu uğuru davam etdirmək üçün növbəti 5 oyunda minimum 5 xal toplamaq lazımdır. Sual budur, sizcə Qarabağ bunu bacara biləcək? Gəlin qarşıdakı oyunlara tək-tək baxaq. İlk öncə Chelsea ilə Bakıda oyunumuz var. Bu oyun haqqında keçən videoda uzun-uzun danışmışıq. Hər nə qədər İngiltərə nəhəngi qeyri-stabil çıxış etsə də, çətin ki Bakıdan qələbəsiz ayrılsın. Daha sonra isə Napoliyə, İtaliya səfərinə yollanacağıq. Napoli bu mövsüm Çempionlar Liqasında yaxşı çıxış etmir. Komanda 3 oyunda cəmi 1 qələbə qazanıb, 2 dəfə məğlub olub. Amma klub hal-hazırda İtaliya çempionatında 21 xalla Roma ilə şərikli liderdir. Sizə biraz pis statistika deyim. Bu mövsüm Napoli öz evində keçirdiyi 5 oyunun hamısında qələbə qazanır. Yəni Qarabağın İtaliyada işi heç də asan olmayacaq. Bu oyundan 1 xal çıxarmaq mümkün olacaqmı? Bunu demək çox çətindir. Napoli səfərindən sonra Qarabağ Bakıda ardıcıl 2 oyun keçirəcək və mənim fikrimcə 24-lüyə düşmək taleyimiz burada həll olunacaq. Rəqiblərə gəldikdə isə bunun üçün tam da uyğun rəqiblərlə qarşılaşacağıq. İlk öncə Bakıda Ajaxı qonaq eləyəcəyik. Ajax adı bizi çox da qorxutmasın. Düzdür, keçən mövsüm Bakıda Ajaxa məğlub olmuşduq, amma indi vəziyyət bir qədər fərqlidir. Ajax Çempionlar Liqasında 3 oyunda 3 məğlubiyyət alıb. Interə 2-0, Marseille 0-4, Chelsea 5-1 hesabı ilə məğlub olub. Hollandiya çempionatında isə klub 4-cü pillədədir. 3 oyuna 11 top buraxan Ajax Çempionlar Liqasının sonuncusudur. Liqada isə 10 oyuna 14 top buraxıb. Bu o deməkdir ki, Ajaxın qapısına yol tapmaq elə də çətin olmamalıdır. Növbəti oyunumuz isə Bakıda Almaniyanın Frankfurt Eintracht klubu iləndir. Eintracht Çempionlar Liqasına Galatasaray üzərində 5-1lik möhtəşəm qələbə ilə başlamışdı. Amma bundan sonra özləri ardıcıl 2 dəfə 5-1lik məğlubiyyətə düçar oldular. Əvvəlcə Atletico Madrid, daha sonra isə Liverpool almanları rüsva elədi. Əslində oyun cədvəli olaraq biraz da bəxtsizlik yaşayıblar. Almaniya liqasında isə 13 xalla 8-ci pillədədirlər. Burada 8 oyuna 21 gol vurub 18 top buraxıblar. Yəni həm vurmağı bacarırlar, həm də çox gol buraxırlar. Qarabağlı oyun həm də Frankfurtun ölüm-dirim oyunu olacaq. Zənnimcə Qarabağ bu oyundan minimum 1 xal çıxaracaq, amma 3 xal çıxarmaq şansımız da var. Və sonuncu oyun Liverpool səfəri. Liverpool bu mövsüm enişli yoxuşlu performans göstərir. Amma Liverpool səfərindən hər hansı bir xal gözləmək biraz sadəlövlük olardı. Nəticə etibarilə Qarabağ növbəti 4 oyundan 4-6 xal çıxara bilər. Amma bu futboldur. Kim düşünərdi ki, Qarabağ ilk 2 turda 6 xal yığacaq? Dəqiq bilmirəm bu xallar təmsilçimizə kifayət edəcək yoxsa yox. Amma bu Qarabağın bu mövsüm yazdığı tarixi dəyişdirməyəcək. Bu günlük bu qədər. Bəs siz nə düşünürsünüz? Fikirlərinizi mütləq yazmağı və kanala abunə olmağı unutmayın. Hələlik.